Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bugün mən sizlərə 9-cu sinif buraxılış imtahanına hazırlaşan şagirdlərimiz üçün Azərbaycan dilindən 10 qrammatika sualının izahını təqdim edəcəm və bu tip videolarımızın davamlı olması üçün kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı unutmayın. Başlayaq. Birinci sual. Nöqtələrin yerinə uyğun gələn hərflər hansı bənddə düzgün ardıcıllıqla yazılmışdır? Çil, çıraq, birincidə i olmalıdır. Müdir, ikincidə də i olmalıdır. Pedaqoq, üçüncüdə a olmalıdır. I, a cavabımız olur B variantı. İkinci sual. Sözlərdən hansı amonim kimi işlənə bilir? Amonim kimi işlənə bilir. Cavabımız A variantıdır. Fəsil sözü. Fəsil biri var yaz fəsli. Məsələn, bir də fəsil biologiyada işlənilən fəsil. Məsələn, deyək ki, boğumayaqlılar fəsli. Bölgü anlamında. Cavabımız olur A variantı. Üçüncü sual. Hansı cümlədə termin işlənmişdir? Bugün aldığım xəbər məni bərk sarsıtdı. Burada xəbər ümumişlək sözdür. Azərbaycan dili bütün dünyada yaşayan Azərbaycanlıların dilidir. Xeyr, burada da yoxdur termin. Cümlənin baş üzvlərindən biri xəbərdir. Bax, C variantında xəbər sözü termin kimi işlənibdir. Cavabımız olmalıdır C variantı. Dördüncü sual. Hansı sözdə samit cütlüyü işlənmişdir? Samit cütlüyü əksərən kar, cingiltili. Məsələn, deyək ki, bu varsa p da olsun, bu nəzərdə tutulur. Baxaq. Dövlətli sözü dövlətdi formasında tələffüz olunur. Baxın, elə burada t, d. Samit cütlüyü işlənibdir. Cavabımız olmalıdır A variantı. Xəstə burada yoxdur, cənnət yoxdur, əməlli yoxdur, ləçək yoxdur. Bir daha deyirəm, samit cütlüyü deyərkən kar və cingiltili nəzərdə tutulur. 5-ci sual. Amonim frazeoloji birləşmələri seçin. Amonim frazeoloji birləşmə odur ki, bir frazeoloji birləşməni biz iki mənada işlədə bilək. Yada salmaq frazeoloji birləşmədir, amma amonimliyi yoxdur. Yalnız bir mənası var. Ürəyi yanmaq, bir məsələn deyək ki, susuzluqdan ürəyi yanmaq bir məna, bir də yazığı gəlmək mənasında. İki mənada işlədə bildik. Demək B variantında ürəyi yanmaq amonim frazeoloji birləşmədir. Gözünə kül üfürmək frazeoloji birləşmədir, amma amonimliyi yoxdur. At oynatmaq frazeoloji birləşmə olsa da amonimliyi yoxdur. Burnun ucu göynəməyi iki mənada işlədə bilərik. Burnun ucu göynəmək bir var darıxmaq mənasında, bir də var soyuqdan burnun ucu göynəmək. Amma yadda saxlayaq ki, amonim frazeoloji birləşmədən söhbət gedirsə, iki mənanın ikisi də məcazi olmalıdır. Burada soyuqdan burnun ucu göynəmək həqiqidir. Biri həqiqi, biri məcazi olanda biz ona amonim frazeoloji birləşmə deyə bilmərik. Cavabımız B variantıdır. 6. Hansı bənddə q samiti 4 fərqli səsi ifadə edir? Qənd, q kimi. Qonaqda q, x. Daha doğrusu qonaq otağı özündən sonra saitdən başlayan söz gəlib deyə x, nöqtədə k. Baxın, elə burada q səsi var, ğ səsi var, k səsi var. Demək, burada 3 səs ifadə olmuş oldu. İqtisadi k səsi, qulaq birinci q, ikinci ğ, çünki özündən sonra sait gəlib. Qucaqda da q və x. K səsi var, q səsi var, ğ səsi var, x səsi var. B variantında demək, q samiti 4 fərqli səs ifadə eləmiş oldu. Qutuda q, qatıqda q, x, nöqsan k, qaşıq q, x. Q var, x var, k var. Q, x, k, burada 3 dənə oldu. Otaqda x-dır, qışda q-dır, qapaq, əntiqə q. Q var, x var. Qanda q-dır, qonaq q, x-dır, üfüqdə də k-dır. Burada da 3 dənə. Demək, cavabımız olmalıdır B variantı. 7-ci sual. Hansı sözlərin ilk hərflərini öz qarşılıqları ilə dəyişməklə yeni söz yaratmaq olar? Dəli, təli olmaz, tut, dut olmaz, zal, sal olar, tələ, dələ olar, zaman, saman olar. Cavabımız olmalıdır A variantı 3, 4, 5. 8-ci sual. Yanlış variantı müəyyən edin. Ağ sinonimi bəyazdır, antonimi qaradır. Bu düzgün. Mürəkkəb sinonimi çətin, antonimi asan. Bu da düzgün. Çevik sinonimi cəld, antonimi zirək yox, tənbəl olardı. Cavabımız C variantıdır. Kədərli sinonimi qəmli, antonimi şən. Düzdür.
uzaq, sinonimi kənar, antonimi yaxın, bu da düzdür. Cavabımız C variantı demək. 9. Hansı sözün sətirdən sətrə keçirilmə qaydası düzgün verilmişdir? Cəli. Baxın, mürəkkəb sözdür. Mürəkkəb sözdə bir hissə o bir hissəyə daxil olmamalıdır. Cəlil, abad. Səhvdir bu. Yer, kökü. Bax, bu düzgündür. Mürəkkəb sözdür. Yer bir tərəfdə, kökü bir tərəfdə olmalıdır. Ailə sözündə məsələn bir dənə sait sətrin sonunda saxlanıla bilməz. Xoş, bəxt, bəxt sözündə olmalıdır. Müttəfiq olmalıdır. Cavabımız bir variantıdır. 10. Hansı cümlənin tərkibində məcazi mənalı söz var? Onun danışdığı hadisələri unutmazdıq. Burada yox. Bugün müəllimə dərsi həvəslə danışırdım. Yox. Həmid müəllimdən sonra heç kim bizə güclü olmağı öyrətmədi. Yox. Vaqif o cəllada yalvarma. Yox. Hüseyn öz hesabına təhsil alıb. Təhsil almaq nədir? Məcazidir. Cavabımız olur Y variantı. Bugünkü izahımız bu qədər. Növbəti izahlarda görüşənədək.